Salam. 8-ci sinif 1-ci hissədən 1.3 fermentlər mövzusunda öyrəndiklərinizi tətbiq edin. Baxırıq bura. Verilibdir keratin, saç, dırnaq, xəz, buynuz və lələklərdə rast gəlinən bildiyiniz kimi zülal hesab olunur. Müxtəlif pH qiymətində və müxtəlif temperaturlarda keratini parçalayan keratinaza fermentinin nisbi fəallığı qrafikdə göstərilmişdir. Burada birinci fermentlərin nisbi fəallığı faizlə ifadə olunubdur. Mühit isə pH göstəricisi hesab olunur. İkincidə isə fermentin nisbi fəallığı faizlə, amma temperaturun fermentə təsiri qrafik ifadə ilə göstərilibdir. Soruşulur müzakirə edində keratinaza hansı optimal pH və temperaturda yaxşı nəticə göstərir? Fikrinizi əsaslandırın. Biz dedik ki, orqanizmdə müəyyən maddələrin yaxud fermentlərin fəaliyyət göstərməsi üçün müəyyən pH göstəriciləri və temperatur şəraiti olmalıdır. Onun üçün də baxırıq burada qrafik ifadənin ən yuxarı göstəricisi bax bu nöqtədir. Bu nöqtədən isə biz şaquli perpendikulyar endirsək, o 8 rəqəminin üzərinə düşür və beləliklə qeyd edə bilirik ki, pH göstəricisi 8-ə bərabər olanda fermentlərin nisbi fəallığı maksimal olur və yaxud da ki, temperaturun fermentin aktivliyinə təsirini müşahidə eləmək üçün bu cədvəldə gördüyünüz kimi yenə ən deməli aktiv olan nöqtəni tapırıq. Bax, gördüyünüz kimi 100% deməli fermentin fəallığının 100% olması, bax buradan perpendikulyar endirsək, 40-dan 50 arasındakı təqribən 45 dərəcə göstəricisində olur və sonraki temperatur şəraitində isə deməli aktivlik azalmış olur. Deməli 8 ilə 45 dərəcə pH 8, temperatur isə 45 dərəcə olarsa, bu ferment üçün aktiv göstərici və hesab oluna bilər. Deməli, keratinaza hansı optimal, bunu qeyd elədik. Sizcə təcrübə zamanı hansı iki dəyişiklik keratinazanın aktivliyini göstərmək üçün istifadə edilə bilər? Bax, burada gördüyünüz kimi pH mühiti və temperatur mühiti deməli keratinaza fermenti üçün aktivlik göstəricisi hesab olunur. Hər iki təcrübədə hansı iki şərt sabit saxlanılmalıdır? Nə üçün? Gördüyünüz kimi keratin deməli zülalı, saç, dırnaq, xəz, buynuz və lələklərdə rast gəlindiyinə görə keratinaza fermenti onu aktivləşdirən ferment hesab olunur. O isə gördüyünüz kimi bu cədvəldə verdiyimiz kimi mühitlərdə təsir göstərir. Deməli, pH göstərici 8, temperatur 45 dərəcə olduqda aktivlik çox yüksək olduğuna görə həmin mühitdə saxlanılmalıdır. Öyrəndiklərinizi yoxlayın. Həzm fermentləri olmadan bəzi qidalar orqanizm üçün faydasızdır. Bu fikir doğrudurmu? Nə üçün? Bildiyimiz kimi bizim yediyimiz qidaların tərkibində karbohidratlar, zülallar, yağlar mövcuddur ki, onlar iri molekullu birləşmələrdir. Həmin iri molekullu birləşmələr isə hüceyrələr tərəfindən birbaşa mənimsənilə bilmir. Onlar tərkib hissələrinə parçalanmış şəkildə, yəni monomerləri şəklində hüceyrələr tərəfindən mənimsənilə bilir. Ona görə də əgər ferment olmasa, yəni yağlar gliserinə, yağ turşularına parçalanmasa, orqanizm hüceyrələri tərəfindən mənimsənilə bilməz və yaxud nişasta olduğu kimi hüceyrələr tərəfindən mənimsənilə bilmədiyinə görə həzm orqanlarımızda onlar fermentlərin təsiri ilə öz tərkib hissələrinə, yəni qlikozaya parçalanır ki, monomerlər şəklində hüceyrələr onları qəbul edə bilirlər. Fermentlər necə fəaliyyət göstərir? Dedik ki, fermentlərin fəaliyyət göstərməsi üçün deməli, həm pH mühiti, həm də temperatur olmalıdır. Fermentlər substratı aktivləşdirmə enerjisi ilə təmin edir. Reaksiyanın başlaması üçün reaksiyanın minimum enerji ilə deməli, reallaşmasını
həyata keçirir. Substrat və fermentin fəal mərkəzi arasında kimyəvi rabitə əmələ gəlir ki, bu da su molekulalarının substrat molekulalarına təsirini asanlaşdırmış olur. Üçüncüyə baxırıq, temperatur fermentin fəaliyyətinə necə təsir göstərir? Bax, bu cədvəldə də gördük ki, deməli, temperatur 45 dərəcə olanda fermentlər öz aktivliyini, yəni keratinaza fermentini misal göstərib ki, öz aktivliyini maksimal səviyyədə yerinə yetirir. Sonrakı temperaturlar 50, 60, 70, 80 dərəcəyə getdikcə isə ferment öz aktivliyini itirmiş olur. Bildiyiniz kimi, fermentlər zülal təbiətli maddələrdir. Onlarda temperatur yüksəkliyi həyata keçirildikcə denaturasiyaya uğraması da artmış olur. Yəni, öz funksiyasını itirir temperatur yüksək olarsa. Nə üçün qidanın əksəriyyətini soyuducuda saxlamalıyıq? Fikrinizi əsaslandırın. Bax, bu cədvələ yenə fikir verin. Temperaturun fermentə təsir mexanizmi hardasa 40 dərəcəyə yaxın olanda başlayır. Ona görə də deməli, fermentlər onun tərkibində olan qida maddələrinə təsir göstərir və yaxud da ki, bakteriyalar üçün bir qədər yüksək mülayim temperatur fəaliyyət göstərməsi üçün şərait yaratmış olur və temperatur yüksəkliyi onun tərkibində, qida maddələrinin tərkibində olan maddələrin parçalanmasına səbəb olur və öz keyfiyyətini itirmiş olur və bakteriyalar orada təsir mexanizminə malik olduğuna görə, aktiv fəaliyyət göstərdiyinə görə orada zəhərli maddələr də əmələ gətirə bilirlər. Buna görə də biz qidaları soyuducuda saxlamalı oluruq. Bu qədər, sağ olun.